Biz hələ dünyaya göz atanda oxuyub yazmağı bilmədən öncə dinləməyə başlayırıq. İlk eşitdiyimiz ritmlər ruhumuzun təməlini qoyur. Qədim filosoflar Platon, Sokrat, Aristotel deyirdilər ki, insan ruhunu musiqi ilə tərbiyə etmək olar. O dövrdə bu sadəcə bir fikir idi. Amma bu gün müasir elm sübut edir ki, dinlədiyimiz hər bir musiqi emosiyalarımızı, hətta gələcək fəaliyyətimizi formalaşdırır. Əxlaqı korlayan da, tərbiyə edən də musiqidir. Musiqidə olan təsir hər zaman güclüdür. Çünki ilk əldə etdiyimiz bacarıq dinləmə bacarığı olur. Bəzən mahnıları dinlədiyimiz zaman sözlərini başa düşməsək də, musiqi bizə təsir edir və onu dinləməyə başlayırıq. Və həmin sözlər, əgər mənasız və pisliyə çağırış edən sözlərdirsə, sözsüz ki, musiqisi də buna uyğun olaraq qurulub. Ona görə də belə musiqilər ruhumuzu korlayacaq. Unutmayaq, nə dinləyiriksə oyuq. Ruhunuzu nə ilə qidalandırdığınıza diqqət edin. Diqqətinizə görə təşəkkürlər.